Bugün Türkiyədə, Azərbaycanda ümumiyyətlə bu Fələstinlərə ki, dəstək olurlarsa, bunlar kimdirlər? Bunlar yəni mən ağıllı türk Azərbaycanlı qardaş Fələstinə dəstək olar sizcə? Axı bu türkün başını kəsir, bu türkə söyür, bu ömür bu Yasir Arafatdan tutmuş Mahmud Abbas deyirlər ki, biz ermənilərin qardaşıq, erməni ilə bir millətik. Donuz saxlayanlarla öpüşür, görüşürlər. Qarabağda baş kəsirlər. Bunlar dəstək olurlar. Mahmud Abbas neçə dəfə xaricdə deyib ki, türklər banditdirlər. Mahmud Abbas 100 dəfə deyib. Erdoğan yenə deyir ki, deməli Türkiyənin prezidenti deyir ki, elə Fələstinlər müsəlmandırlar. Bu müsəlman gedib xaricdə başqa ölkələrdə deyir ki, türklər bandit, terrorçu millətdirlər. Mahmud Abbas deyir, hələ başçısı deyir. Mən o birilərini demirəm. Yasir Arafat milyonlar dollar bilirsiniz, Avropadan alıb Xocalıya ermənilərə göndərdi ki, başlarını kəssinlər türklər. Və özləri də baş kəsilmiş. Yəni bunu deyən yoxdur. Bu müharibədə bizim yanımızda kim idi? Hansı ərəb ölkəsi durdu Azərbaycanla erməniyə barmaq silkələdi? Mən demirəm, döyüşsün. Hansı Fələstin barmaq silkələdi erməniyə? Hamısı ermənilərə dəstək oldu. Bizim yanımızda bizə dəstək olmadı ki, onlara oldular. Siz necə ürəyinizi, necə ürəkdən gəlir? Əvvəla bu Türk Azərbaycanlı necə ola bilər ki, bu Fələstin Türkün başını kəsən, Türk deyir ki, müsəlmandır. Onlar dəvənin eşeğin altına qızları aparıb atır. O Suriyalılar nə qədər 10 ildir qaçqınlar Türkiyənin başına nə oyun gətirdilər, uşaqlarını oğurlayıb apardılar. Mahmud Abbas, mən bilmirəm necə daha tüpürür üzünə, bilmirəm bu prezident daşı Erdoğan necə ona qəbul edir. Tüpürürlər ki, biz ermənilərləyik və Türk xalqı terrorçu xalqdır. Bunu Çində də yaxın vaxtlarda dedi Mahmud Abbas, nə bilim, Avropada, Amerikada deyir ki, Türklər terrorçu milləti banditdirlər. Siz niyə əlçəmsiniz? Bunun nə marağı var? Bunlar nə istəyirsiniz siz? Onlar deyir, siz bizə düşmansınız, siz deyirsiniz qardaş. Yaxşı, bu Fələstinə ki, siz belə dəstək olursunuz. 20-ci ildə, 2020-də, müharibədə zərbə vurdular. Mən zərbəni o raketi deyirəm, atdılar Gəncəyə, atdılar Bərdiyə, atdılar Tərtərə. Bir dənə ərəb ölkəsi dedi ki, ay kişi, neyinirsiniz uşaqları? Dinc əhali öldür orada, uşaqlar öldür. Hansı Fələstin gəldi erməniyə şapalaq vurdu? Hansı Fələstin silahı götürdü, gəldi Azərbaycanda erməniyə qarşı vuruşdu? Niyə siz bunu korsunuz? Hansı Azərbaycanlı türk bir də Farsa dəstək olsun, Fələstinə dəstək olsun, onlar deməli ermənidirlər. Yadınızdan çıxartın. Burada, Bakıda, İstanbulda kimsə dəstək olursa deməli ermənidir. Başqa bunu necə bu raketlərlə uşaqları öldürən xalqın bir də hətta mən o Pakistanı deyirəm ki, bizə durub yanımıza qaldı. Bir dənə Pakistandan raket atdılar İrəvan şəhərinə. Pakistanın özü nüvə silahının olan ölkə necə? Amerika nədir? Fransa nədir? Niyə qorxurdun? Atom bombası lazım deyildi. Bir dənə raketlə vurmalıydın onların o meydanına. Pakistan birinci vurmadı. Ona görə sən dostun, heç dostun, hətta dost belə olur. Dostun xəbəri olmayanda ki, pis vəziyyətdə olanda dost gedir birinci zərbəni vurur. Dostun əvəzindən vurur. Bildiniz? Əsl dost budur. Yoxsa hamı danışır da. O da bizi istifadə edirlər, gəlsinlər, qalsınlar, bilirsiniz. Yəni, bax bu, nə Pakistan oldu, nə Ərəb oldu, nə bir dənə hansı Saudi Ərəbistana gelirsə pullar xərcləyir. Bir dənə Saudi Ərəbistan ermənilərə bir güllə atdı. Bir dənə raket atmalıydı da heç olmasa.
Müslüman dövlətinin axı başını kəsirlər raketlərlə. Raketləri atırlar bizim şəhərə ermənilər, vururlar. Olar. Amma bunlar müsəlman ölkəsi, nə Pakistan, nə Ərəb ölkəsindən bir dənə zərbə vuran olmadı. İranı demirəm, İran ermənidir, onlar o qaraçılar. Onlarla bilmirəm ta onları mən indiyənəcə mən hər bir Azərbaycanlıyam, mən bilmirəm qardaş gedib İranda bunlara qardaş demək o farslara mən demirəm, sizin deməli ki o deyil. Hansı millətə oxşatmaq olar ki, siz gedib farsa qardaş deməlisiniz. Yəni bir dənə zərbə vuran olmadı. İrəvan şəhərinə bir dənə raket getmədi. Nə Ərəb ölkəsindən, nə Pakistandan. Amma yanımızda kim idi? İsrail idi. İsrail silahını verdi. Türkiyə silah verdi. Türk. Yəni Türklə Türkün o fərqi nədir? Türkiyənin özü Azərbaycanın yerinə də vuruşa bilər. Azərbaycan Türkiyənin əvəzindən vuruşa bilər. Yəni bu bir xalqdır. Bunu mən demirəm. Eyni zaman Özbəkdə, Qazaxda, Qırğızda, Türkmən də, katoliklərimiz, xristian türklərimiz, Macarlar. Yəni burada bilirsiniz, o kimdə, hansı türk dövlətində problem varsa, Təbrizdə problem var, Tatarstanda problem oldu, Uyğurlarda, bütün türk dövlətlərində problem varsa, orada Azərbaycanda olacaq, Özbək də olmalıdır, Qırğız da, yəni hər yanda nə hansı türk dövlətində problem olur, o türk orada olmalıdır. Özbəyin problemi Azərbaycanlı oradadır. Azərbaycanda problem var, Özbək olmalıdır, Qırğız olmalıdır Azərbaycanda, Qazax olmalıdır. Qırğızstanda problem var, Azərbaycan olmalıdır Qazaxstanda, Qırğızstanda, Türkmənistanda. Yəni bu, Türkün bu öz bir millət, bir dövlət kimin onun probleması odur. Heç kəs deyə bilməz ki, o niyə qarışır, bu niyə qarışır. Bax, bu qədər. Ona görə də bugün hətta İsraildə görürsünüz, İsraillə ara indi dəyibdir. İsrail başlayır Kürdlərə dəstək olmağa, başları xarab olur, deyəsən. Yox, Yahudilərin də deyəsən başları xarab olubdur. Yaxşı, bu indi iki prezidentlər var, Netanyahu ilə Erdoğan sözü düz gəlmirsə, o demək deyil ki, dəli olmalısınız. Dəstək nədir? Nə Kürdistan, nə zada işi. Erməni Yezdistanı, deməli, Yezdilər üçün dövlət istəyirlər, şey eləyərlər. Belə Türkiyə qarşı. Bax, bu ona görə deyirəm da, İsrail də fikirləşməlidir, özünü yığışdır yenə. Yəni, bəzi şeyləri unutmayın. Yəni, unudursunuz ki, bu Türk vaxtilə bütün İsrail xalqını, Yahudi xalqını xilaskarı olubdur, xilas edibdir. İndi bu nə oyundur çıxardırsınız. Ona görə deyirəm, yəni, belə şeylərə fikir vermək lazımdır. Yahudilər çaşıb eləməsinlər. Ay, belədir, elədir. Siz Türklə lazım deyil, mən yenə də deyirəm. Yəni, kimsə Amerika olsun, Fransa olsun, Türklə əlləşmək düzgün deyil. Yəni, Türk hamıya dostdur. Türklə düşman oldunuz, elə bilməyin ki, ay beləyik, silahımız var. Türklə əlləşmək yenə də deyirəm. Yəni, Türkə kim pis baxırsa, əyri baxırsa, onun gözü də əyiləcəkdir. Yəni, arxalanmayın kiməsə, yenə də deyirəm. Amerikada bilsin, Fransada, Avropada Türkə olmaz dəymək. Dəydiniz, özünüz biləcəksiniz. Bax, özünüz bilin. Yəni, bu tarix təkrar olmasın.